إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. Amma ba'd. Allah Subhanahu taala'dan istəyirəm ki, Yüce Allah bu məclisi, bu izdivacı xeyirli, bərəkətli etsin. Və böyüklərdən, məclisdə olan böyüklərdən üzr istəyirəm danışdığıma görə. Çünki bu böyüklər olan yerdə kiçiklərin danışması həm bizim urfumuzda, adətimizdə belədir ki, əgər onlar icazə verərsə danışılır. Və bu həmçində bizim İslam dinimizin gözəlliklərindəndir ki, böyüklər olan yerdə kiçiklər danışmaz. Ancaq o yerdə ki, böyüklər icazə verib, Allah sizdən razı olsun, təşəkkür edirəm. Bizə də düşür ki, Allahın dinindən nəsihət edək ki, bu məclis bərəkətli olsun, xeyirli olsun, gözəl olsun və xeyir üzərindən durmuş olaq. Həqiqətən o yerdə ki, Allah zikr olunur, Allah Subhanahu oranı xeyirli edər, bərəkətli edər və mələklər oranı əhatəyə alar, qoruyar. Və Allah bu məclisə də xeyirli, bərəkətli eləsin, bu izdivacı xeyirli etsin. Allah Subhanahu salihlərdən olan gözəl zürriyyət bəxş eləsin. Amin. Və vətənimizə, millətimizə xeyirli olsun, dinimizə xeyirli olsun, bərəkətli olsun. Amin. Və bu evlilik Allah Subhanahu wa Taala'nın Quran-Kərimdə buyurduğu əvvəlki peyğəmbərlərin və Muhammed sallallahu aleyhi və səlləmin yolundandır. Ki Allah Subhanahu Taala buyurub ki, aranızda olan subayları evləndirin. Və Nur surəsi 32-ci ayədə Uca Rəbbimiz buyurur ki, Əuzu billahi mineşşeytanirracim və ankihul əyamə minkum və salihinə min ibadikum və imaikum. Aranızda olan subay kişiləri və ərsiz qadınları, kənizləri evləndirin. Yəni Uca Allahın özünün buyurduğudur ki, yəni subaylar evlənsin. Və həmçinin Allah Subhanahu taala təşviq edir və hətta kasıblara ki, rahat olsunlar, evlənməyə onları təşviq edir. Və buyurur ki, İyyəkunu fuqara yughnihumullahu min fadli. Əgər yəni kasıbdırlarsa, yəni misal kasıblıqdan qorxurlarsa, bilməlidirlər ki, Allah Subhanahu taala onları öz fədlindən, yəni lütfündən rozləndirir. Allah Subhanahu deyir ki, yəni qorxmayın. Evlənmək istəyən kasıblıqdan qorxub evlənməyə təxirə salmasın. Allah onları rozləndirir. Və sonra Rəbbimiz buyurur ki, Vallahu vasiyun alim. Allah Subhanahu wa Taala'nın lütfü geniş olandır və hər şeyi biləndir. Yəni Allah Subhanahu taala hər şeyə qadirdir. Hətta kasıb olsa belə Allah təşviq edir ki, evləngirin. Və həmçinin bu Peyğəmbər sallallahu aleyhi və səlləmin Muhammed Peyğəmbərin etdiyi tövsiyəsidir ki, necə ki İbn Məsud böyük sahabə deyir ki, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm bizə dedi ki, Ya mə'şərəş-şəbəb, mən istita'a minkumul bəə fəlyətəzəvvəc. Ey gənclər toplusu, sizdən kim bacarırsa, evlənməyə sizdən kim bacarırsa, qoy evlənsin. Bu da Peyğəmbərimizin bu evliliyə təşviqlə onun yolundandır, mübarək yolundandır. Və evlilikdə böyük faydalar vardır. Olduqca böyük faydalar vardır, hansı ki o faydalardan subaylar məhrumdur. Və o faydalardan elə biri həmin hədisdə gəlir ki, Peyğəmbərimiz buyurur ki, فَإِنَّهُ evlilik əqaddu lil-basari. Yəni gözü qoruyur. Kişinin zinaya baxmasına mane olur, gözü qoruyur. Və həmçinin və əhsanu lil-fərc. Və həmçinin kişinin zinaya düşməsindən onu qoruyur. Nə? Evlilik. Bu onun ən böyük faydalarındandır evliliyin. Və Allah Resulü buyurur ki, وَمَنْ لَمْ يَسْتَطِعْ فَعَلَيْهِ بِالصَّوْمِ. Kimlərin evlənməyə gücü çatmazsa, qoy o oruç tutsun. Yolunu da öyrədir. Çünki həqiqətən subayın halı ağırdır.
Subayın halı ağırdır. Ona görə deyir ki, kim bacarırsa evlənsin, bacarmayan oruç tutsun ki, فَإِنَّهُ لَهُ وِجَاءٌ. Səbəbini izah edir ki, çünki oruç qalxandır. Yəni insanın, kişinin gözünün, yəni zinaya düşməsinə, özünün zinaya düşməsinə bir qalxandır, onu qoruyur. Və bu ən böyük faydalardandır evliliyin ki, kişi özün günahdan, Allahın haram etdiyi böyük günahdan qoruyur. Həmçinin böyük faydalarından evliliyin övlad sahibi olmaqdır. Allah Subhanahu taala salihlərdən olan zürriyyət bəxş etsin. Amin. Övlad sahibi olmaqdır. Çünki həqiqətən Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm qiyamət günü necə hədisdə gəlib, öz ümməti ilə fəxr edəcək, çoxluğu ilə. Öz ümmətinin çoxluğu ilə fəxr edəcək. Və bu da evli adamın sahib olacağı bir şeydir ki, yəni Allahın lütfi ilə, ruzi ilə ruzlənəcək, o övlad ruzi ilə. Bundan subay məhrumdur. Baxsan, görərsən ki, dinimiz təşviq edir ki, gənclər evlənsin. Və həmçinin faydalarından qiyamət günü kimin övladı olar və kiçik yaşında dünyasını dəyişibsə, o uşaq qiyamət günü valideyninə şəfaətçi olacaq. Onun cənnətə girməsindən ötürü, cəhənnəmə girməməsinə görə. Bunlar da təbii ki, kim sahib olacaq? Yalnız evlilər. Yəni, subayın məhrum olduğu savablardandır. Və həmçinin evlənməyin faydalarından sünnədə nə qədər savab əməllər var ki, subay o savab əməllərdən məhrumdur. Və onlardan misal üçün sünnədə, yəni Peyğəmbərin yolunda gəlib ki, evli kişi yoldaşının ağzına qoyduğu bir loxma belə Allah ona sədəqə yazar. Hətta ona verdiyi bir loxma, bir tikə belə Allah o kişi üçün sədəqə, yəni savab yazar. Və həmçinin baxsan, görərsən ki, evli kişinin Peyğəmbərimiz buyurur ki, əgər evdə yemək pişər, o yemək duzlu olarsa, İslam dini baxmayaraq ki, yalanı qadağan edib, böyük günahlardan sahib yalan danışmağı, amma Peyğəmbərimiz buyurur ki, əgər yemək duzludursa, yoldaşına deyə bilərsən ki, yemək duzludur. Və bu da ailə münasibətlərini qorumaq üçün idi ki, Peyğəmbərimiz buyururdu ki, evdə yəni söz-söhbət salınmasın. Hətta duzlu olan yeməyə deyərdi ki, duzlu deyil. Buna da təbii ki, subay məhrumdur. Bu böyük savabdan subay məhrumdur. Həmçinin Peyğəmbərimiz Ayşə anamız deyir ki, sübh namazını qılardı, sonra bizimlə söhbətləşərdi. Hətta biz ona böyük hədisi deyir, bir dəfə danışdım, başdan axıra kimi məni dinlədi. Başdan axıra kimi dinlədi, sözümü kəsmədi. Hətta kişinin öz yoldaşı ilə danışması, ona vaxt ayırması, dinləməsi, dərdləşməsi bu savab bir əməldir. Bundan da yenə dediyimiz kimi subay məhrumdur. Ona görə subaylar yəni təşviq olunmalıdır ki, və onlar tələsməlidirlər ki, evlənsinlər. Həmçinin sünnədə gəlib ki, kişinin evinə aldığı çörək, ərzaq onun üçün sədəqə yazılır. Ailə başçısı evinə nə alırsa, o atıya savab yazılır. Hətta çörək belə. Nə alsa savabdır. Ona görə də kişinin ruzi dalıca, necə ki alimlərimiz deyir ki, buyurur ki, ruzi dalıca evindən çıxıb getməsi onun üçün qaydana kimi Allah ona savab yazır. Baxmayaraq ki, pul qazanmağa gedir. Yəni dinimiz təşviq edir ki, kişi özü işləməlidir, əziyyət çəkməlidir. Özü öz pulun zəhmətlə qazanmalıdır. Və buna da baxsan, yenə subay bu böyük savabdan məhrumdur. Ona görə tələsməlidir ki, bu savabdan məhrum olmasın. Və həmçinin evlənməyin böyük faydalarından Allah Subhanahu taala mübarək kəlamda buyurur ki, onda hər iki tərəf üçün təskinlik var, rahatlıq vardır. Necə ki, Ərəf surəsi 189-cu ayədə Quran-Kərimdə buyurur ki, Huvəl-ləzi xalaqakum min nəfsin vahidə. O sizi bir nəfsdən, yəni Adəmdən xəlq etdi. Allah yaratdı sizi. Və cəalə minhə zəvcəhə liyəskünə iləyhə. Və ondan da, yəni Adəmdən də onun yoldaşını yaratdı. Allah nə üçün? Ünsiyyət qursunlar, rahatlıq tapsınlar deyə. Yəni evlilikdə necə ki Allah buyurur, bir rahatlıq vardır, təskinlik vardır ki, onunla qəlblər rahatlıq tapır. Yəni o ailələr. Və həmçinin yekun olaraq ruzinin artması. Subayın ruzisi evlinin ruzisindən azdır. Ümumən evlənmək istəyən adam kasıblıqdan qorxmamalıdır ki, mən kasıbam, ailəmə necə baxacağam? Sən təbii ki işləyəcəksən. Əziyyət çəkəcəksən, pulunu özün qazanacaqsan ki, heç kəsə
möhtac olmayasan. Ancaq ki, kasıblıqdan qorxub evlənməyi təxirə salma olmaz. Ki, mənim işim yoxdur, mən aylıq deyirlər, mən bu qədər maaş olmalıdır. Yox, qətiyyən. Allah öz lütfündən onları varlandırar, yəni ruzləndirər. Bilməlisən ki, evlənəcəyin qadını Allah öz evində necə ruzləndirirdisə, sənin evində də elə ruzləndirəcək. Onun atasının evində ruzləndirən Allah sənin evində ruzləndirməyə acizdir. Xeyr. Və həmçinin bilməlisən ki, tək halda sənə gələn ruzidən daha artıq olacaq evli halda qazandığın ruzi. Çünki Allah o qadına veriləcək ruzini onun əlinə verir. Təbii ki, bizdə qadın gedib işləyə bilmir. Qadın incədir, zərifdir. Gedib işləyə bilmir, amma kişi çıxır işə ruzi dalayıca. Amma Allah onun ruzisini əlinə verir. Və bundan da artığı övlad olarsa, övladın da ruzisini yenə ataya verir. Yəni bu böyük faydalardandır ki, subay da bu ruzidən məhrumdur. Ona görə subaylar da həris olmalıdırlar ki, evlənsinlər və Allahdan istəyirəm ki, Allah bu evliliyi, bu izdivacı xeyirli etsin, bərəkətli eləsin, dinimizə xeyirli olsun, bərəkətli olsun. Allah gözəl zürriyyət bəxş eləsin. Subhanakallahumma bihamdika və əşhədu an la ilaha illa ent, əstəğfiruka və etûbü ileyk.